9 2019 Ucağın sahəsi 30 neçəncə sual uşaqlar? 31-im 33-üm edir. 31-im. Baxaq. 31. Deyir ki, şəkildə AB paraleldir CD-dir. AB bərabərdir CD-dir və SAOB də bərabərdir 5-dir. SCBD-ni soruşur ki, nəyə bərabərdir? Bu şəkildə çəkək paralelogramla bir tərəfi yoxdur. Bax, belədir. Bu da silinib yoxdur. Belə bir şəkildir, yazılır A, B, D. Burası C. Burada O. İndi nədir? Deyir ki, AB CD-yə paraleldir. AB CD-yə bərabərdir. Paralel və bərabərdirsə, deməli paralelogramın əlaməti vücud qarşı tərəfinə görə işə düşür. Bu paralelogramdır. AOB-ni 5 verir. Buranı 5 verir. CBD-ni soruşur. Bu buna bərabərdir. Deməli, bu da 5-dir. Niyə? Bax, əgər mən bunu birləşdirsəm uşaqlar, paralelogram alınır. Paralelogram da diagonallar görürsünüz, kəsişmə nöqtəsində yarıya bölür. Median xassəsini tətbiq edə bilərik. Bura 5 oldu mu? Eyni şey median xassəsini tətbiq edən burada 5 oldu. Bizdən nəyi soruşur? CBD-ni. CBD da 10'dur. Y var ya. Keçirik 33'ə. 33. Görək 33'lər nə deyir? Deyir ki, tərəfi 18 olan bərabər tərəfli tutacağın sahəsini tapın. Bilirsiniz ki, bərabər tərəfli tutacağın sahəsi A kvadratı kök altında 3 bölək 4 üstüdür. Bu da 18'in kvadratı. Buraq kök altında 3 bölək 4. Oradan da 2, 2, 81 kök altında 3 var mı? D var. D var yani. Yaxşı, 35'ə baxaq. 35 belədir. Düzbucaqlı üçbucağın katetləri 5 bölünsün 12 nisbətində. Hipotenuzda 39 olarsa onun sahəsini tapır. Ölçünə biri 5K'dır. Biri də 12K'dır. Onda 5K'nın kvadratı üstə gələk 12K'nın kvadratı 39'un kvadratı edir. Düzdür? Bu da 25, 144, 169 K kvadratı bərabər 39'un kvadratı neçə verir? 521. 39'un kvadratı etməli lazımdır. Belə 169 vuraq 13'ü 3'ə vuranda 9 deməkdir. Düzdür? 69 vuraq 9. Deməli K kvadratı 9'dur, K da bərabər düşdü. Onda biri 5K bərabər 5 vuraq düşdü. Yəni 15. 12K da bərabərdir, 12 vuraq düşdü, yəni 36. S də bərabərdir, 15 vuraq 36 bölə 2, yəni 15 vuraq 18 demək. 180, 270 cavab. A variantı. Yaxşı. 35'dən sonra gəlir 37. 37 belədir. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilmiş medianı 4'dür. Qoy çəkək də, düzbucağın üçbucağın düzbucaq təpəsindən çəkilən median, hipotenuza çəkilən median hipotenuzun yarısıdır bilirsiniz ki. Bu da 4, bu da 4'dür. Bir dənə bucağı da 30 dərəcədir. Olarsa sahəsini tapın. 30 dərəcədirsə bu 4'dür. Burada 4 kök altında 3'dür. S bərabərdir. 4 vuraq 4 kök altında 3 bölə 2. Bu da 8 kök altında 3 var mı? B var. B variantı. 39'a baxaq. Belə 39'dan var nə yox. %39'da belə bir şərtə çəkmişəm var. Deyir ki, AD və BC digər parçaları düzbucaqlının diagonallarının o kəsişmə nöqtəsində kəsişirsə. Bax, belə bir şəkildir. Çəkin onu sizdə belə, bu diagonallar. Bir dənə belə çəkin, bir dənə də belə çəkin. Elə mi? Bura O'dur, bura AB'dir, burada CD. Bir buranın iştiriliyib. Bir buranın iştiriliyib. Bir də buranın iştiriliyib. Deyir ki, iştiriklənmiş hissənin sahəsinin düzbucağının sahəsinə nisbətində.
Bax, bu iştiraklardan bununla bu bir-birinə kongruentdir da. Buranı silə bilərik, buranı götürə bilərik. Biri 4-ə nisbətlidir. Niyə? Median xassəsini gəlin. Məsələn, bu hissədir, bu sahəyə bərabərdir. Median, diagonallar yarıya bölünür deyə. O da onun üçün 3 dənə belə, biri 4-dür. C var ya. Keçirik 41-ə. Demək 41-də var. 41-də deyir ki, bir buzağı 30 dərəcə. Düz buzağın təpəsindən çəkilmiş hündürlüyü ilə 3 olarsa. Baxaq görək. Bax, bura 30 dərəcə. Düz buzaq təpəsindən çəkilən hündürlük də 3-dür. Olarsa, 3 buzağın sahəsini tapır. 3 olanda bura avtomatik olur 6. Düzdür mü? Bura olur 3 kök altında 3. Razısınızmı? Bura da x-dir. Elə mi? Onda h-ın kvadratı düz buzaq təpəsinə enlər hündürlük katetlərin hipotenuz üzərində proyeksiyalarının həm də sortası deyildir. Deməli, 3-ün kvadratı bərabərdir x vuraq 3 kök altında 3. Bu deyilir x bərabər kök altında 3. Deməli, burada oldu kök altında 3. Kök altında 3 olanda nə olur? Hipotenuz olur 4 kök altında 3. Hündürlük heç o bir katetə ehtiyac yoxdur. Hündürlük də 3. S bərabərdir 4 kök altında 3. Vuraq 3 bölə 2. Bu da 6 kök altında 3 cavabı var mı? C var yani. Bildiniz mi neyinədir? Hipotenuzə endirilən hündürlük vasitəsilə də. Yaxşı, 41-dən sonra gəlir 43. 43-də bağlı uşaqlar ABC 3 buzağında BM, CN medianlarının çəkir şəkili. Belə bir şəkil çəkir. A, B, C, BM, bir də CN. Bax, bu BM. Bax, bu da CN. Və bunları belə iştirekləyib. Bu N'dir, bu da N'dir. Yazır ki, S, A, B, C 150 olarsa iştireklənmiş hissənin sahəsində. Şöyle medianlar, bu biri medianda çəksəm, 3 bucağı 6 bərabər sahəli 3 bucağa bölür. Düzdür? Belə olanda nə olur? Belə olanda hər biri x, düzdür? 6'ya bölün görün 150 neçə eləyir? 25 mi? 25. Hər biri 25'dir. Düzdür? Burada da 2 dənə var. 50'dir. S iştirik bərabərdir 50'dir. C variantı. Yaxşı, 45'ə keçək. Görək 45 dənə var. Beşte de deyir ki, düz bucağı 3 bucaqda hipotenuz endirilmiş hündürlük. Bu düz bucağı 3 bucaqdır. Bu da hipotenuz endirilən hündürlükdür. Hipotenuzu 4 və 9 olan iki hissəyə ayırır. 4, 9. Avtomatik bu 6 olacaq hündürlük. Niyə? H'dır da. H'ın kvadrat 4 vuraq 9 deyil. O xassədən çox. Bax, bu xassədən çox istifadə olunur. Bax, bu A'dır. Bu B, C. Bu H'dır. Bu AS'dir, bu da BS'dir, bu da H'dır. H kvadratı AC vuraq BS'dir. Bundan başqa A kvadratı bərabər C vuraq AC. Yəni bunun kvadratı C də vuraq AC. B kvadratı da C vuraq BC. Yəni bundan çox istifadə olur. Deməli, onda H bərabər oldu 6. S də bərabərdir. 2'də 1 vuraq H, yəni 6 vuraq. Bu neçədir? 13 midir? Cavab 39'dur. C variantı. Yaxşı. Keçirik 47'yə. Görək 47'də nə var, nə yox. Də deyir ki, dairə daxilinə çəkilmiş bərabər tərəfli üç bucağın sahəsi, dairə daxilinə çəkilmiş bərabər tərəfli üç bucağın sahəsi S bərabər 9 kök altında 3'dür.
həmin dairənin daxilinə çəkilmiş kvadratın sahəsini tapın. Birinci biz bu tərəfi tapırıq. S3 bucaq bərabərdir. A kvadrat kök altda 3 bölək 4-dür. 9 kök altda 3. A bərabərdir 6 ilə. Düzdür? Deməli, bura 6. İndi burada söhbət nədən gedir? Söhbət ondan gedir ki, dairənin daxilinə xaricə çəkilmiş radiusu yadınıza salın. Düzgün üçbucağın xaricə çəkilmiş çevrənin radiusu A bölək kök altda 3 idi. Düzdür? Deməli, onda bu olur 2 kök altında 3. 6-nı böləndə. Düzdür? 2 kök altında 3. Yaxşı. Bəs C-nin xaricinə çəkilən nətər idi? Kvadratın xaricinə çəkilən radiusla tərəfin arasındakı münasibət. Bax, bu da A bölək kökdə 2 idi. Yəni, bu düsturlarda məşallah R bərabərdir. A bölək 2 sinus 180 dərəcə 180 idim yox, 180 bölək yeni. Yəni, 4 olmur. R də bərabərdir. A bölək 2 tangens 180 dərəcə bölək yeni. Bu da olur. R bərabərdir. Məsələn, buna da B desək. B bölək kök altda 2'dir. Bu isə buradan alınır ki, B bərabərdir. 2 kök altında 6. Onda S kvadrat bərabərdir. 2 kökdə 6'nın kvadratı 24 var mı? D variantı. Elə bil, suzağın sahəsi verir. Sahənin köməkliyi ilə bərabərdən suzağın tərəfini tapırıq. Üçbucağın tərəfindən istifadə edərək radiusu tapırıq. Çevrənin radiusunu. Radiusdan istifadə edərək daxilə çəkilmiş kvadratın tərəfini tapırıq. Sonra isə kvadratın sahəsini hesablayırıq. Yaxşı. Keçirik 49'a. Görək 49'da nə deyir uşaqlar? 49 da çox maraqlı çalışmadır. Nəsə tanış gəlirlər. Deyir ki, C1 düz xəttə AB parçasına paraleldir. Baxaq görək bu nədir belə. Bu C'dir, bu C1'dir, bu A'dır, burada B'dir. Aha. İndi deyir ki, C1 paraleldir AB. B, C1 perpendikular C1 C'ye. AB bərabərdir 3'dür. SACB də bərabərdir 6'dır. C1 B'ni tapın. Görək hansını soruşur, bir baxaq. Şimdi toparlayalım ondan sonra. B1C, C1'e perpendikular. Bu da perpendikular da aynı mesela ki, onda buna da perpendikular. AB 3'dür, bura 3'dür. ACB'nin sahəsi isə ACB. ACB, bax 3 bucağın sahəsi 3'dür. 3 isə deməli buranın uzunluğu 1'dir. Niyə? Çünki bunun tərəfi paralel düz xətlərdir. Bax, hündürlük buradan endirə bilərik, düzdürmü? Paralel düz xətlər arasında məsafə olduğu üçün bununla bu eynidir. Yoxsa düz fikirləşmədim, 3'dür, 2'dir. 2'dir bura. Bura H desək, SACB bərabərdir 2'də 1, AB vuraq H demək, bu da 3. Onda 2'də 1 vuraq AB neçədir? AB 3'dür, vuraq H bərabərdir, H bərabərdir 2'dir. Bura 2'dir, düzdürmü? CB1, heç nələ onu soruşur. ACB'nin sahəsi 6 6'dır. Mən 3 yazmışam, mən qoy düzəldim onu. 6'dırsa, bura 6, onda 4'dir. 4'dir, CB1 4'dir. Y var ya. 51'e baxaq uşaqlar. 51'e baxaq. Sağ olun. Yaxşı. 51 nəfər. 51'də də belə bir şəkil verir. Məsələn, bu qapını. ACB 135'dir. ABC'də belə bir şəkil çəkək. Bir dənə bu falan belə bir şey. Bu C'dir, A'dır, B'dir, D'dir. ACB bura 135 dərəcə. AC da 6'dır. Burada 6'dır. B'de hündürlüyü. Bak burada 2 olarsa AB'de 3 bucağının sahəsini tapın.
Aydın mesela ki burada 2'dir, değil mi? Niye? Çünkü burada 135 olanda komşusu 45 olur mu? Burada 45 olur mu? Beraber yanıma alındı. ABD'ni mi soruşur? Veçinə, düz bucaqlı üç bucaq alınır. SABD beraber AD vuraq BD bölək 2'dir. O da ki 8 ilə. C variantı. Keçir 53'ə. 53'də nə deyir? Əlüşdə də, bura biraz vaxt aparan çalışma olacaq. A tərəfinə ona kiçik alfa və beta bucaqlarına görə bucağın sahəsini tapın. Bax, bu A'dır, bura alfadır, burada betadır. Ona görə bucağın sahəsini tapaq. Əvvəla, bura, eləmi? Bura 180 dərəcə çıxaq, alfa üstə gələk beta deməkdir. Düzdür? Bax, burada deyirəm, məsələn, x tərəf. Sinuslar teoreminə görə A bölək sinus 180 dərəcə çıxaq, alfa üstə gələk beta bərabərdir x bölək sinus beta. Düzdür? Çevirmə düsturuna görə bu A bölək sinus alfa üstə gələk beta deməkdir. Bərabərdir. Bu da x bölək sinus beta. Onda x bərabərdir uşaqlar. Burada çarpaz olanda A sinus beta bölək sinus alfa üstə gələk beta deməkdir. Ümumi sahə isə S bərabərdir 2-1 A vuraq x vuraq sinus alfa deməkdir. İki tərəf arasındakı bucağın sinusu. Onda bu bərabərdir. 2-1 A vuraq x'i yazıram. X nə demək? A sinus beta bölək sinus alfa üstə gələk beta vuraq sinus alfa. Bu da bərabərdir. A kvadratı sinus alfa vuraq sinus beta bölək 2 sinus alfa üstə gələk beta demək. Görün, belə cavab varmı? C variantı. Yaxşı, 55'ə keçək. 55. Görək 55'də nə soruşur? 55'də bir maraqlı uzaq şəkli var burada, görək nədir? Yazıb A, B, C, M'in orta xətti M elədiyimiz, min dəfə elədiyimiz sual. Bax, bu da medianlar olacaq aydın məsələdir ki. İndi deyir ki, S, M, O, N'in S, A, B, C-yə nisbətini tapın. M, O, N. Bax, burada O. Fikir verin. Oxşar üç bucaqlar alınır. Bax, bu A-dırsa, bura A bölək 2'dir. Bura, məsələn, deyək ki, x-dırsa, bura 2x-dir, medianların xassəsinə görə. Bura y-dirsə, bura 2y-dir. Görürsünüzmü? Niyə? Medianlar 2'nin birə nisbətində bölünmür mü aynı uçada? Görürsünüz, tərəf də bu orta xəttdə, onda belə çıxır ki, bu üç bucaqla, bu üç bucaq oxşardır uşaqlar. Oxşarlıq əmsalı da 2'dir. İndi bizdən kiçiyin böyüyə deyir. Oxşar üst bucaqların sahələri nisbət oxşar figurları. Oxşarlıq əmsalının kvadratına bərabərdir. O da 2-1'in kvadratıdır. Cavab 4-1 edir. A variantı. Artıq burada oxşarlıq yox. Bir median xassəsi də yox. 57'yə keçək. 57. 57'də belədir dostlar. 55'te cevap göreyim. Nə olmalıydı? 55'də cavabı 12-1 verir. M, O, N, A, B, C-yə nisbəti. Həmən A, O, C-yə nisbəti tapmış. Hə, A, B, C-yə nisbəti. Gözdə görün. Vəziyyət kritikdir. Mən bu birsinə tapmışam ama A, O, C-yə nisbəti fikirləşim. Onunla onu deyirəm. İndi fikir ver. Onda belə çıxır ki, bircə dəqiqə. Qoyun
yanda işləyək də. Başqa yolla gələk. Sən ki, nə o məşğul son büyük. O yanda başqa yolla gələk. Uşaqlar, bura x-dır, fərz eləyək ki, sahə. Düzdürmü? 2-nin 1-ə nisbətində bölünürmü? Onda bura 2x elər. Razısınızmı bundan? 2x. Çox gözəl. Gözdə görün, bura 2x eləyəndə. Burada 2-nin 1-ə nisbətində, bax, bura 1-dir, bura 2-dir. Bura 4x elirmi? Razısınızmı bundan da? Bax, görürsən, 1-in 2-yə nisbəti. Düzdürmü? Yaxşı, bura x-dir, burada 2x elədi mi? Bu da öz yerində 6x elədi mi bura? Deməli, bura da 3x-dir. Niyə? Çünki mediandır, bax, bura 6x-dir, 6x-dir. 3x-i bura, deməli 3x da bura. İndi deyin görün, x-in nəyə, neçə dənə x elədik, sayın görün. Ha? 12x-a, deməli 12-lər 1-dir, B variant. Mən bu AOC-nin nəzərdə tutub edirəm. 57-yə keçək, el olan bu vaxtında deyin ki, diqqətsizlik eləməyik. Yaxşı, 57-də nədir? ABC üçbucağında AD təmböləndir. Çəkək görək nədir? ABC'dən AD təmböləndir. Aha, AB 6-dır. AC 3-dür. SABD də 6 kökatda 3 olarsa, SABC-ni tapın. SABD. Dostlar, bura 2-nin 1-ə nisbətidir. Niyə? Təmbölən xassəsi var. Bura 2K-dır. Bura da K-dır. Təmbölən çəkildiyi tərəfi digər iki tərəflə mütənasibsə, yəni bunun buna nisbəti, bu tərəfin bu tərəfə nisbətidir. 2-nin 1-ədirsə, 2-nin 1-ədirsə, onda ABD-ni veririk da, ABD hanı? Bura 6 kökatda 3-dür, düzdürməzdir. Bura olacaq bunun yarısı qədər, 3 kökatda 3. Onda SABC nəyə bərabərdir? 9 kökdə 3. Var mı? Y variant. Y variant. 59-a baxar. 59-da görək nə var? Hə, bu sonuncumuz olacaq. Tərəfləri 4, 5, 7 olan üçbucağın sahəsini tapın. 4, 5, 7. Allah nədir? Heronun ölənlərinə rəhmət eləsin. Heron üstünə tərəf. Birinci T-yi tapırıq. 4 üstə gələk, 5 üstə gələk, 7 bölək 2. 12, 16, 8 milə. S bərabərdir. Kök altında P. P çıxaq A. P çıxaq B, P çıxaq C. Bu da bərabərdir 8. 8-dən 4 çıxanda 4, 8-dən 5 çıxanda 3 vuraq 1. Bu olur ayqa. 4 kökdə 6 mı qalır? 4 kökdə 6 C variantı. 60 da daxil olmaqla yazarsınız uşaqlar.